Tovuzda orta məktəb şagirdi 13 yaşlı qız itkin düşüb. Rayonun Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü şəxs ötən gün axşam saat 18:00 radələrində Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb. Bizim media itkin düşən qızla bağlı bəzi təfərrüatları Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumi təhsil məktəbindən öyrənib. Məktəbdən bildirilib ki, yeniyetmə travmalı və bir qədər problemli şagirddir. Dəfələrlə məktəb psixoloqu şagirdlə iş aparıb. İtkin düşən qız 7A sinifinin şagirdidir. Dünən 10-cu dərs saatından sonra gedib. Davamiyyəti hər zaman yaxşı olub, amma oxumağı zəif idi. Bir qədər sözə qulaq asan deyil, davranışlarında pozğunluq var idi. Müəllimlərə cavab qaytarırdı, biraz çılğın şagird idi. Məktəb psixoloqu onunla məşğul olurdu. Yəni, bir sözlə travmalı uşaq idi. Məktəb rəsmisinin sözlərinə görə yeniyetmənin valideynləri boşanandan sonra qızın davranışlarında daha çox problem hiss olunub. Ata-ana boşanandan sonra qız ata-babası, nənəsi və əmisi ilə qalırdı. Travmalı olsa da özünü sevən qızdı. İnşallah sağ-salamat tapılar deyə məktəb rəsmisi əlavə edib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.